İlk öncə bunu bil. O səni öz bətnində gəzdirdi. O sənə görə dözüb, buna səbr edib. Heç kəs digərinə görə belə çətinliyə səbr etməzdi. Amma ana sənə görə səbr etdi. O razı idi buna ki, özü ac qalsın, amma sən tox olasan. Elə analar var. Özü az yiyib, amma balası çox yesin. Özü ac qalıb, övladı yesin. Özü günəşin istisinə dözüb, amma səni kölgədə saxlayıb. Bu bir məna da ola bilər burada. Yəni, belə deyək də, özü çətinliyə razılaşıb, amma sən tək çətinliyə düşməyəsən. Yuxusuz və gecəni oyaq qalırdı səndən ötürü. Sən yuxunun ləzzətini duyasan. Bəzi vaxtlar analar gecə uşaq oyanır, ana ayağında tərpədir, oyana-boyana, ağlayır, tək o yatsın. Gecə yuxusuna haram qatıb bizə görə. Bunları xatırla, bunları unutmursan sən. Unutmursan bu keçmişi. Özümdə yadda da deyil axı.